Bu gözəl quzular böyüyəndə axırı necə olur? Əlbəttə biz bunları kəsirik, çünki biz bunları yeməliyik. Döş qəfəsini ortadan 2 yerə böləndən sonra üzərinə o artıq hissələri, damarları, piy qatlarını götürüb təmizləyir. Tərtəmiz bir dənə quzu səbət saxlayırıq. Şişi göstərdiyim formada keçirir. Qalın olan hissə aşağıya doğru gəlməlidir. Sonra bunun üzərinə ədviyyatlar, duz, istiot, kebab otu əlavə edib hər yerinə çatacaq şəkildə yeridirik biz buna. Aşağısına kartoflar keçirmişəm, çünki şişdən aşağı sallananda təndirin içine düşməsin deyə. Belə əcəli çatanlar da var, təndirin yan yörəsində ərlənirlər. Təndiri ocaq salıb tam köz olandan sonra közlər qırağa dağıdırız, ortası boş qalsın. Səbəti saldığı içərisinə cəmdə bişdik. Biz bunu tələsmirik, harca saat yarım saat belə vaxt gedir o bunun pişməyinə. Üzəri belə qıpqırmızı olanda götürərsiniz. Səsi yəqin gözünüz eşitdiniz. Çox ləzzətli bir dənə yemək alınır. Bu 3 nəfərə, 4 nəfərə tam belə bəs edir. Hazırlanmağı da olduqca asandır. Bunu təndirə atırsınız, sadəcə bunun bişməni gözləmək qalır. Bu müddət biraz sizə çətin gələ bilər, amma çox ləzzətli olur. Hazırlayacaq olanlara nuş olsun. Quzunun ən gözəl halı məncə budur. Zaqatalaya gəlib meşədə farel tutmadısa istirahətin adı yoxdur məncə. Farel balaca deyə bunu buraxıram. Get böyüyəndə gələrsən. Tutduğum bütün fareli əlbəttə ki, qədər balaca değildi. Yeməli olanlar da vardı. Bunları götürüb hamısını gəldim evə. Üstünü təmizlədim. Təmizləməyə bilərsiniz. Çox pulları olmur. İçərisini təmiz elədim. Piçinə payını ona verib başladım işimə davam eləməyə. Bol yağ qoydum qızsın. Üzərinə sadəcə duz və istiot əlavə verib tavaya attım. Bunları qəşəng qızarsın. Hər iki tərəfini qıpqırmızı qızarana kimi bişirdim. Onda çox ləzzətli olacaq. Siz də bu formanı hazırlayarsınız. Belə iki qayda nə elədim mən bunu? Bir olduğu kimi qızartdım. Bir də bunları kitab kimi ortadan açdım. Göstərdiyim qaydada belə açırız, üzərinə sadəcə dediyim kimi duz və istiot əlavə edib bol yağda bunları qızartdım. Hər iki tərəfini bişdiyinə əmin olandan sonra bunları kənara götürdüm. Belə şeylər eləyirəm, siz bunları eləməyə ehtiyac yoxdur. Balıqları götürüb keçdim evə bunu yeməyə. Üzərinə limon sıxdım. Nar şırayı və nar turşusundan çox ləzzətli olur. Ayda bir dəfə yeməyə lazımdır. Nuş olsun. Bu dəfə sizə farelin iki fərqli hazırlama üsulunu göstərirəm. Diqqətlə izləyin. Kənarda közə alışdırırsınız, qoyun orada dəmdə hazır olsun. Başlayaq biz fareli təmizləməyə. Balığın üzərinə göstərdiyim kimi nazik belə kəsirsiniz. Çox da qalın eləməyə ehtiyac yoxdur ki, bişəndə tam ləzzətli bişsin. Siz belə şeylər eləsəz də olar, eləməsəz də olar. Bu sadəcə maraq üçün eləyirəm mən burada. Hər yeri təmizləyəndən sonra ədviyyatları əlavə edirsiniz. Ədviyyatların hamısını aşağıda yazacağım. Burada əsas zövq məsələsidir. Mən birinci setkaya düzdüm. Siz setkanı yağlayın ki, sonra farel bişkəni yanmasın. Toyuqlar da burada əl çəkmirlər. Onlar da bunun iynə dadına gəlirlər. Çox ləzzətli alınır. Görüntüsü möhtəşəm olur. Hər iki tərəfini növbə ilə bişirirsiniz. Çox saxlamayın, tez-tez fırlayın. Üzərinə mən əzgil və zoğal turşusunun qarışımını vurdum. Çox ləzzətli olur. Bunu bişənə yaxın vurursunuz ha. Başdan vurmağa ehtiyac yoxdur. Vursanız əgər qapqara olacaq, nəzərə alın. Qalan hissəni yağda qızartdım. Çox ləzzətli alınır. Belə hazırlamanızı şiddətlə tövsiyə edirəm. Nuş olsun hamınıza. Necə alındığına dair fikir bildirməyi unutmayın. Baxın sizə bu dəfə nə hazırlamışam. Burada xüsusiyyətlər verəcəm, diqqətli olun. Ətin üzərinə soğanı bir stəkan suya əlavə edib qoyuruq bişməyə. Bişəndən sonra üzərinə kərəyağı, üzərinə duz, istiot, turşular da əlavə edib. Bu da şüyü toxumudur. Bununla yaxşı əllə ovuşdurub belə hər yerini səpib qarışdırırsınız və əzə-əzə. Lobiyanı əlavə edəndən sonra əzmədən qarışdırırsınız ki, əzilməsin. Alışveriş üçün həmişəki kimi ən yaxın yerləşən Tam Store mağazasına getdim. Burada 31 dekabr tarixindəki Santav'ın ulduzlu endirimləri var. 20 manatdan çox alışveriş zamanı Yumiko ilə 5% Emon'la ödəniş zamanı isə əlavə 2% də endirimlər verirlər. Yararlanmağa tələsin. Axşamdan islaha qoyduğumuz düyümüz bişəndən sonra süzü qoyuruq kənara. Qazanın dibinə kərəyağını əlavə edirik, çünki biz burada qazma hazırlayacağıq. Buna bir qaşıq qatıq, 2 dənə yumurta, üstünə duz əlavə edib qarışdırırsınız. Üzərinə düyünü hissə əlavə edirsiniz. Sarı kökü də zövqə görə bol əlavə qazanın dibinə belə bu formada yayırsınız. Üzərindən göstərdiyim kimi düyünü əlavə edirsiniz. Yağ, sonra sarı kök. Göstərdiyim kimi hər qatda bunu belə istifadə edirsiniz. Kərəyağını bol tökün ki, çox da ləzzətli alınsın. Ən sonunda ortaya bir dənə belə təpəcik kimi yığırsınız. Üzərinə kərəyağı və isladılmış əski ilə belə ağzını örtürsünüz. Biraz belə dəmdə bişəndən sonra çox ləzzətli bir dənə aş alınır. Hazırlamağı göstərdiyim kimi çox rahatdır. Hazırlayacaq olanlara nuş olsun. Videonu paylaşmağı unutma. Nəticəni mən də belə gözləmirdim. Deməli bunun üçün bizə lazım olan ərzaqlar ətdir, soğandır, bibərdir, kartof, pomidor, limondur. Bir dənə yaxşı əfqan qazanın. Adi buğlama nə eləyirsə eyni qaydada içini hər yerini doldurursunuz. Aynı atdan soğanı qoymağı yaddan çıxartmayın. Soğan, ət, üstünə təzən soğan, bibər, ət, kartofları hamısını atırsınız belə qat-qat. Hər qata az duz səpsəz də olar, ən sonunda səpsəniz də olar, problem deyil. Ən axırda pomidorları üstündən limon 2 dənə qoysanız bəsdir, 3 dənə qoymayın, biraz acı dadı gəlir. Ədviyyatını əlavə edib ağzını yaxşıca bağlayırsınız. Burada diqqətli olun, bu qazanı çox yaxşı bağlamaq lazımdır. Mütləq yoxlatmağa verin ki, yoxlasınlar. Közün üstünə qoyuş belə bişir, harasa 1 saat 20 dəqiqə, 25 dəqiqə tam bəs eləyir.
Bunun götürməzdən belə havasını çıxarma yaddan çıxartmayın. Çox belə təzyiqlə bişir. Ehtiyatlı olmanızı tövsiyə edirəm. Belə bir möhtəşəm mənzərə alınır. Burada 1 qram əlavə su yoxdur. Ətin hamısının öz suyudur. Belə sümükləri dartırsız gəlir. Heç incitməyə ehtiyac yoxdur. Təndir çörəyini yeyəndə çox ləzzətli olur. Ət dağılıb gedir, ləzzətli olur. Hazırlama yaddan çıxartmayın. Hamınıza nuş olsun. Deyəcəksiniz bunlar bir-birindən nə əlaqə? Dama girmişəm görürəm cücələr üstümə qaçır. Sən qışın qış vaxtı toyuq bizdən gizlin orada yuva qurub balalarına çıxarıb. Balaları altından götürdüm, bir dənəsi, 2 dənəsi qalmış tələ, bir dənə cücəni tərgirdən qalanlar hamısını yığışdırdım karabkaya doldurub gəldim. Bir dənə bunların gözəlliyinə baxın. Yumşaq şeylər. Biz bunların yerini hazırlamaya başladıq. Bunların yerini hazırlayanda bərk ot qoymaq olmaz. Xüsusilə seçib yumşaq ot qoyuruq bunların altına. Onu da belə seçmək çox da rahat deyil. Belə qabları var, 2 hissəli yer var. Birinə yatdırıb, birinə yediririk. Yumşaq otdan bir dənə yuva düzəldirik. Bundan yumurtadan, şordan, maqaşdan verib bunları yaxşıca yedirik. Bunların cücələrin tam qarnı doyandan sonra belə bir test eləyirəm. Bu testi niyə elədim? 2-3 video əvvəldə var, oradan baxarsınız. Bunları yerlərinə yığdım, cücə anasını buraxdım bunların yanına, suyunu uzadı, hər şey dərmanı verəndən sonra üstünə bağladım o bir toyuqlar. İnciməsin, bunları incitməsin. Gəldik bir dənə quyruğu sadəcə üstünə gəzdirib yaxşı bir dənə maxara tökdük. Çünki burada yorulmuş toyuqlara baxmaqdan. Maxaranı da yeyib keçdim bağı gəzdim. Buna bizə çırxurma deyirlər. Çox ləzzətli olur bu. Bundan turşuda düzəldirlər. Bir də görəm pişik də özünə yeməyə şey tutubdu. Sonra da çıxdım belə kəndimi. Digər marketlərdən fərqli olaraq burası yaxınlaşanda qapıları açılmır, gərək özünüz açasınız. Başladım burada marketi gəzməyə, bir də gördüm qəşəng reyhanlar var, ləzzətli, gözəl iyi də var bunun. Yığıb dedim bundan yaxşı bir dənə kompot hazırlamaq olar. Bir dənə gözəl dəstə düzəltdim. Hazır mağazaya getmiş kendim bir təbii xiyarına dadına baxım. Şirin ləzzətli. Kart bir dənə səs çıxır bunun yeyəndə. Nəysə qapıları da bağlayıb gəldim bu yan tərəfə. Deməli sanvar qoydum qaynama. 3 kilo bankaya 2 stəkan şəkər tozu tökdüm. Üstünə bir dəstə reyhan, 3 dilində limon attım. Üstünə qaynar su töküb biraz gözlədim. Sonra bunun ağzı yaxşıca bağladım belə görürdə göstərdiyim formada. Bunu belə kənarda biraz gözlətmək lazımdır. İlk başta rəngi çıxmaya bilər. Soyuduqca rəngi çıxacaq, narahat olmayın. Çox ləzzətli kompot olur. Bir dənə açılsa qalmayacaqdır. Hazırlamağı yaddan çıxartmayın. Hazırlayacaq olanlara nuş olsun. Gördüm ata gibi bal çıxarmağa başladı. Tez qaçdım yana dedim nə qəşəng vlog çəkim sizə görün bal necə çıxarırlar. Birinci belə üstündən yaxşı tüstüyün verirsiniz. Tam bütün arılar tüstüyə düşür. İçinə tüstü vurandan sonra ramkalar bir-bir ayırırsınız. Yaxşı belə sirkəlib üstünə arıların hamısını boşaldırır. Başını qarışdırma qıraqda belə şam qoymuş arılar üçün. Bal istəyən xəbər eləsin. Az qaldı. Bax. Par parıldayır. Təmizlənən ramkalar belə kənarda yığılır, üstünü bağlayır ki, arı təkrar üstünə yığılmasın. Bunun ayrılar olmayan, arıların girə bilməyəcək, ayrıca başqa otaqlara gətirir belə ramkalarda bu formada gördüyünüz kimi. Qaynar suya salmış bıçaqla bu arıların mühürlədiyi yuvaların belə üstünü bıçaqla belə sıyırıb açırıq hamısını. Onu ayrıca özü də yeməlidir, çox faydalı olur bu üstünə bağladıqları hissədə. Dadına baxmağı da əlbəttə yaddan çıxarmıram. Sonra bu gördüyünüz bu fırlanan boçkanın içine qoyuruq. Bu kənarlardan belə eləşdirir. Bu fırlandıqca içində bal süzülür, divara dəyir, oradan süzülür. Bunlar təzə çıxanlar, hələ indi oyanlar yuxudan, başlarına gələnə xəbər yox. Tam bal süzüləndən sonra qoyuruq belə vedrəyə qaba yerləşdiririk. Bir günümüzdə belə yekunlaşır. Bal istəsiz xəbər eləyin. Qışın hazırlığı kənd yerində yay aylarından başlayır. Ağacı çırpmağa çubuğu götürmüşdüm. Çubuq da dözməli sındı getdi. Dədə baba qaydasından sirkəlib yığmalı oldum. Bunu yığan zaman yumuşaqlarını yox, bəklərini yığmağı daha vacibdir burada. Amma yumuşaqlarını götürüb kompot eləmək olar və yaxud beləcə yemək olar. Bunun qabığını alınan qədər nazik formada soymağı lazımdır. Daha kartof kimi yox da. Ruçkanın köməyindən tumlarını çıxarıb ayırıq qırağa. Sonra bir sodan tökülüyorlar. Sodalı suda 1 saat yarım kimi qalmalıdır. Bundan sonra əlimizlə süzüb onu götürürük. Təkrar bir dənə aş üzərindən süzürük onu. Hər kiloqramına tumsuz əlikdən söhbət gedir. Hər kiloqramına 1 kiloqram şəkər tozu, 1 stəkan su əlavə edib qoyuruq pişməyə. Bir dəfə qaynayır, arası 15-20 dəqiqə gözlədirik. Ondan sonra bir yarım saat sonra təkrar bir dənə qaynadırıq. Ondan sonra hazır. Qış üçün depomuzu yığmağa başlamışıq. Hazırlayacaq olanlara nuş olsun.